gözlərinin qanaxı. İndi istəyirəm sizdən bir sual eləyəm, sonra rozana davam edeyim. Bir adam ki, uca yerdən istəyir ki, yerə dəyə, yıxıla, əvvəliminci şey ki, eləyər, əlini uzadar yerə, dirək vura ki, ta üzü dəyməsin, gözü dəyməsin yerə. Əbülfəzl Abbasın ki, atdan yerə düşəndə, sən Allah bir anlıq təsəvvür elə. İki qolları bədənindən qələm idi. Əbülfəzl Abbas üzü üstə gəldi yerə. Güya nəql eləyirlər o halidə xanım Zəhra Kərbəladə əllərini uzatdı, gəl balam qucağıma, balam Ağa Abdullah Hüseyin aleyhisselam geldi Əbülfəzl Abbas'ın başının üstüne bir söz dedi. Kardeş aha Əbülfəzl el-ane inkezere zehri kardeş belim sıldı. Ay kardeş ey benim arkam elim elem darim Əbülfəzl ey hanım ömrü benim bağına reyhanı sepleyen kırmızı gül taş meydanı kardeş Əbülfəzl dur gedək balalarım yolum gözlə Əbülfəzl kardeş belə başıma mübarək əlləriyle Əbülfəzl Abbas'ın o qan tutmuş gözlərinin qanını sildi. Bilirsən niyə sildi? Axı bir adamın gözünə bir şey düşəndə əli ilə təmizləyər. Əbülfəzl Abbas'ın iki qolları bədəndən qələm olmuşdu. Mübarək əlləriyle Əbülfəzl Abbas'ın gözlərinin qanını sildi. Dedi, qardaş gözlərimi aç. Gördü ki, yenə Əbülfəzl Abbas o qanını tutan gözlərini açmır. Dedi, qardaş, gözlərimi niyə açırsan? Dedi, qardaş, xəcalətliyəm. Niyə? Dedi, qardaş, xiyal elədim. İndi o Rüqəyyə balanın da əlindən tutubsan, gətiribsən, gedək bala, Əmin Abbas sənə su gətirir. Dedi, qardaş, aç gözlərimi, gəlməyin Rüqəyyə balam, ay qardaş. Qardaş, belə başıma dolanlamaya. Ey xanım, ömrü benim, ey xanım, ömrü benim bağına reyhana kırmızı gül tek kanı sepülen meydana ve seyalemullezine zelemu eyyâmungalebim yangalib